Hansı futbolçu daha gəncdir? Vinicius yoxsa Holland? Vinicius. Haaland. Vinicius. 9 gün daha əvvəl anadan olub. 2000-ci il 12 iyul Vinicius. Hollandda 21 iyul 2000-ci il. Hansı daha gənc futbolçudur? Bernardo Silva yoxsa Bruno Fernandes? Bruno Fernandes. Bernardo Silva daha gəncdir. Tərlan düz dedi. 29-30 da. Ha? 1994-cü il 10 avqust Bernardo Silva, 8 sentyabr 1994-cü il 94 deyil, Bruno 95'dir. 94-dür. Bruno 95'dir. Aa 94 demiş ha. Sağ ol. Belki sen bakmışsın bunu sahip. Mən Sentyabr gedim də. Evet, tamam. Sen daha gelirsin. Mən elə bir şey eləmişəm ki, çox şeydən. Orada gün fərqi var. Deyirəm ağzında gün fərqi. Hansı daha gənc futbolçudur? Aha. Endrick yoxsa Lamine Yamal? Lamine Yamal. Təbii ki, Lamine Yamal. Yo onlar Yoksa? her ikisinin. Ayda. Ben Lamine İkimizdə də Yamal. mənfi. Hiçbirimiz. Endrick Daha daha gənc. gəncdir. Ne dekabr 2006 21 iyul. Yo, Lamine Yamal doğruymuş. Hansı daha gənc futbolçudur? Thibaut Courtois yoxsa Ter Stegen? Ayda. Terlan söndürün. Bir defa. Ter Stegen. Ben de Courtois diyeyim yaxşı. Tərlan düz dedi. Courtois. 30 aprel 1992-ci il Ter Stegen, 11 may 1992-ci il Thibaut Courtois. Arada 10 gün fark var da. 11 12 gün. Mən hətta düşündüm ki, Courtois yaşda böyük. Çoxdan tanıyıram. Fred yoxsa Lucas Torreira? Fred gəncdir. Ben de Lucas Torreira diyeyim. Ramiz düz dedi. 1996-cı il 11 fevral Lucas Torreira'dır. 1993-cü il 5 mart Oo, 3 yaş. Fred. Üç Onda yaş. 3-3 oldu şotumuz. Hesabımız